Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. YouTube kanalıma xoş gəlmisiniz və növbəti bizim podkast buraxılışımızın mövzusu qonaqpərvərlik psixologiyası mövzusuna toxunulur və mənim dəyərli qonağım qonaqpərvərlik sahəsində 15 ildən çox təcrübəyə malik olan, bir çox Azərbaycanda və xaricdə otel sistemlərinin qurulmasında öz töhfəsini verən qonaqpərvərlik sahəsi üzrə olan coach Gülnar Quliyevadır. Gülnar, xoş gəlmisən. Xoş gördük Sara. Təşəkkür edirəm bu podkast üçün. Mən əminəm ki, bizim bugünkü söhbətimiz çox faydalı olacaq. Mən səndən də çox şeyləri öyrənəcəm və təşəkkür edirəm dəyərli zamanı ayırdığın üçün. Ümumiyyətlə, mən bu podkastda bu sualla başlamaq istəyərdim. Qonaqpərvərlik nədir? Qonaqpərvərlik. Qonaqpərvərlik əslində buna çox rahat bir tərəfdən cavab vermək istəyirəm. Qonaqpərvərlik hissdir. Qarşı tərəfə, qonağa yaşatdığın hissdir. Yəni qonaq əgər özünü rahat hiss edirsə, qonaq özünü evində hiss edirsə, bu qonaqpərvərlikdir mənə görə. Yəni qərizləşdirməyə bir ehtiyac olmadan. Ümumiyyətlə Azərbaycanda qonaqpərvərlik deyiləndə ilk ağlımıza nə gəlir və bunun mədəni və tarixi kökləri nə ilə bağlıdır? Bizə həmişədən deyiblər ki, qonaqpərvər millətik, qonaqpərvər xalqıq. Həqiqətən də belədir. Yəni uşaqlığımıza baxanda, indi biraz bəlkə də fərqlidir, amma mənim uşaqlığıma baxanda zəng gələrdi ki, ev telefonuna. Axşam evdəsiz? Hə. Yəni ikinci bir sual olmazdı ki, ay yox, evdə deyilik filan. Gələrdilər yeyib, içmək, hamı oturardı. Bir də axşam 11-12-yə qədər və kimsə də düşünməzdi ki, bu nədir, yəni niyə gəldi və yaxud da ki, mən buna vaxtım yoxdur filan. Qonaqpərvərliyi uşaqlıqdan belə qanımıza oturubdu və bu da bizim millətin, bu xalqın mənəvi dəyəri kimi qonaqpərvər xalq olduğunu göstərir. Və amma sonradan böyüdükcə mən özümdə qonaqları sevməməyə başladım və bir qıcıqlanma yarandı ki, niyə mənim evimə bu qədər insan gəlməlidir? Və bunun kökünü araşdırmağa başlayanda belə bir şeylə rastlaşdım ki, hardan gəlir bu? Ta qədim zamanlarda köçərilik normal bir şey idi, deyilmi? İnsanlar bir yerdə çox daimi yaşamazdılar. Köçəri həyatı olardı və İpək yolu, misal Azərbaycanda İpək yolunun üstündə yerləşir. Mütləq var idi ki, tacirlər, qonaqlar gəlib buradan keçirdilər. Və əgər çox insan gəlib keçirsə sənin həyatından və yaxud sənin bölgəndən istər-istəməz bir genetik yaddaş yaranır, qəbullanma yaddaşı və həmin insana su təklif etmək, çörək təklif etmək, bəzən yuva təklif etmək bir genetik yaddaş olaraq insanlara oturur. Və Azərbaycan da təbii ki, İpək yolunun üstündə idi. Bu yaddaş bizdə var idi. Amma müasir dövr, misal mən özümün bu son 40 illik bir ömrümə baxanda böyüdükcə başa düşürsən ki, stabillik mədəniyyəti yaranır. Bir yerdə olmalısan, bir yerdə və bu stabillik də səni daha çox insanlarla ünsiyyətini azaldır. Və nəticədə bir qonağa qarşı bir qıcıqlanma yaranır ki, o mənim vaxtım yoxdur, niyə gəlir və yaxud mənim vaxtım olacaq, mən də getməyim. Sərhədlər çox möhkəmlənir. Gülnar, çox önəmli bir mövzuya toxunmusan, sərhədlər məsələsinə. Bizdə məsələn biz hər hansı bir ailəyə, belə orta statistik bir Azərbaycanlı ailəsinə gedəndə, hansı ki bu xoş niyyətlə olunan bir jestdir bizə qarşı, bizə məcbur nəyisə yedizdirməyə çalışırlar. Biz özümüz istəməsək də belə bizə bunu etməyə çalışırlar. Bu onlar tərəfindən xoş niyyətli bir jestdir ki, sən Allah mənim ailəmdən, yəni mənim qonaqlığımdan ac getməyəsən. Nə düşünürsən bununla bağlı? Səncə bu dayanıqlı və sağlam yanaşmadırmı? Mənə elə gəlir ki, çox sadə təbii yanaşsaq buna, heç bir bu müasir standartları əlavə etmədən, bu çox normaldır. Bu çox normal, çünki qonaqpərvərlik dediyim kimi, bayaq dediyim kimi, qonağa yaşatdığın hissdir. Qonaq gəlibdir sənin evinə və evindəki kimi necə acsa yemək var, susasa su var. Yəni ümumiyyətlə evində hiss etməsi üçün hər şey təqdim etməyimiz normaldır. Düzdür, bəzən o dediyiniz kimi biraz daha çox sərhədlərin pozulmasına gəlib çıxır. Ancaq bunu da mən o qədər də yəni mənə elə gəlir ki, bugünkü gündə bu çox şişirdilibdir ki, yox, mən misal kimsə bəlkə də
nə isə yemir və yaxud qıymır ki, mənim üçün getsin, nəsə bişirsin. Amma məncə bunda daha da rahat olmaq lazımdır. Süfrəyə qoyulursa qoyulsun, nə gözəl. Kim yeyər, kim yeməz, yeməz. Ümumiyyətlə Gülnar, məni maraqlandıran vacib suallardan da biri nədir? Bizdə otel tikərkən, restoran açarkən, məkan, interyera həddindən artıq çox investisiya olunur. Biz gedirik, dadlı təamlarla tanış oluruq, müəyyən bir xidmət görürük. Amma bir çox zamanlarda Azərbaycanda olan vəziyyət nədir? Biz xidmətdən narazıyıq. Səncə bunun əsas səbəbləri nədir? Düzdür, çox razıyam bundan. Yəni mən artıq 15 ildir özümün müxtəlif inkişaf mərhələlərində müxtəlif otel sferalarında çalışmışam. Birincisi onu deyim ki, bu gözəllik, bu interyer, göz oxşayan estetik interyer bu vacib bir yerlərdən biridir. Və bir vaxt var idi ki, bu çox önəmli bir faktor idi qonaqpərvərlikdə. Yəni həqiqətən insanlar gedirdilər filan otelin lobisini görməyə və yaxud filan yerdə, misal üçün bir vaxt Jumeirah oteli açılanda onun lüstrasını görmək üçün hamı gedirdi onun lobisində o lüstraya baxmağa. Amma get-gedə, yəni orada da bir inkişaf mərhələsi gedir və indiki qonaqları onunla təəccübləndirmək olmur. Çünki indiki qonaq hər yerdə artıq var. Çünki lüks, o gözə görünən gözəllik, estetika o qədər əl çatan olubdu ki, indi onunla insanı təəccübləndirmək mümkün deyil. Yəni mebel baxanda yenə də IKEA-dan da bir mebel, çox ucuz başa gələn bir mebel eyni lüksu verə bilər, nəinki və hətta bir bahalı hər hansı bir mebel. Yəni bu faktor bir vaxt çox önəmli idi, amma indi çox zəifliyibdi. Gəlir niyə? Niyə biz gedirik həmin o gözəl yerlərə, ancaq razı qalmırıq? Çünki indiki qonaqlar, biz təcrübə istəyirik, memory, mən burada nə hiss edəcəm özümü və özümlə nə aparacam. Və həmin o faktoru da yaradan o lüstralar deyil də, insanlardır. Yəni brendi brend edən, yəni qonaqpərvərliyi qonaq edən ev deyildi tarix boyunda. Orada olan insanların göstərdiyi xidmət idi. Biz də xidmətdən əgər narazı qalırıqsa, ola bilsin ki, xidmətin ötürülməsində problemlər var. Yəni biz qonaqpərvərliyi otel sferasından baxanda, digər tərəfdən, brend tərəfdən baxanda mən nə qədər doğru şəkildə ötürə bilirəm ki, mənim qonağım məndən narazı gedir və yaxud razı gedir. Ümumiyyətlə, xidmət etmək istəyi qonaqlara, səncə bu millətin genetikası ilə bağlıdır, yoxsa təlimin gücü ilə bağlıdır, təhsilin gücü ilə bağlıdır? Nə düşünürsən bununla bağlı? Deyərdim, hər ikisinin rolu var. Ancaq belə mütləq rəqəmsal şəkildə göstərəsi olsaq, 70% genetika, 30% təlim, təhsil. Niyə? Birincisi, yəni ölkələri müşahidə edəndə, ümumiyyətlə Azərbaycanı götürsək, bizim özümüzün bölgələrdəki otellərimiz və yaxud da ki, Bakıdakı mərkəz otellərimizi götürsək, yəni çox insanlarla mən ünsiyyətdə olmuşam, yəni yüzlərlə insanlarla. Bəzən olur ki, insanın özünün qanında, canında qonaqpərvərlik var. Yəni ona sadəcə bir-iki düzəliş verirsən ki, misal çaşkanı qoyanda qonağın qabağına sağ tərəfə qoy qulpunu. Adi bir şey misal üçün və yaxud da ki, əynini geyinəndə bu cür geyin, salamlaşanda bu cür salamlaş. Ona yetərlidir. Bəzən də olur ki, həqiqətən heç bir qabında yoxdur, çox təlim sərf edirsən ona, amma həmin nəticəni ala bilmirsən. Ona görə mən düşünürəm ki, genetik qanında, canında olan insanlarda daha təbii alınır. Və ölkə kimi də götürüləndə yenə də məncə tarixi və o lokasiyanın yerləşmənin çox böyük önəmi var. Hansı ölkələr ki, misal üçün Aralıq dənizi ölkələri və yaxud Azərbaycan və yaxud Asiya, Cənubi Asiya, Cənubi Uzaq Asiya ölkələri, İpək yolunun üstündə olan ölkələr, yəni köçərilik. Nə qədər çox insan görürsə, də tarix boyu görüblərsə, bu bir adi bir hal alıbdır. Amma İngiltərəni götürək, misal Böyük Britaniyanı, adadır, deyilmi? Və imperial adadır və o adadan köçərilikdən biraz daha uzaq qalmış bir adadır. Və orada xidmət mədəniyyəti tam başqadır.
Orada mütləq təlim və treyninq çox önəmli rol alır ki, yəni mütləq buna riayət eləməlisən. Ona görə də bəzi bəlkə də özün də təcrübə etmiş ola bilərsən ki, İngiltərəyə gedəndə tam fərqli bir qonaqpərvərlik görürsən. Misal Türkiyəyə gedəndə tam başqa bir qonaqpərvərlik. Bəzi məqamlarda sən qeyd elədin ki, sən İngiltərədəki olan xidmət sektoru ilə tanış olmuşdun və biz səninlə bir dəfə diskussiya eləmişdik ki, sən İngiltərədə bir otelin açılışında, ondan öncə olan bir prosesdə sən aktiv şəkildə iştirak edirdin. Ümumiyyətlə pre-opening prosesi nədir? Açılışdan əvvəl hansı işlər görülməlidir və sən bir ekspert olaraq otel sahiblərinə sən necə dəstək olursan bu prosesdə? Əslində otel açılışında, uğurlu otel biznesində o pre-opening deyə bir şey var. Açılış qabağı çox önəmlidir, çox dinamikdir, çox hektikdir. Mən sevirəm. Çox çətin bir perioddur, amma mən çox sevirəm çünki hələ məhsul tam hazır deyil və insanlar tam hazır deyil və onları bir-birinə həm tanış etməlisən, həm də ki düzgün şəkildə satışa çıxarmalısan da bir növ satışdır. İngiltərədəki təcrübəm butik otel idi. Çox və yerləşirdi London özündə deyil, daha kənarda və dəniz kənarı. Əslində bu həm də ona gəlib çıxarır ki, dəniz kənarı kurort zonası olduğu üçün daha çox insan gəlib gedən bir yer idi və insanların qanında, canında var idi biraz da olsa o necə deyim, yəni İnsanlara xidmət etmək it's okay. Bu qəbul olunandır. Yəni Londonun mərkəzində olsa daha bir çətin olardı insan toplamaq. Və həmin dövrdə yadıma gəlir ki, mənim bir yəni cənub ölkələrindən, uzaq ölkələrdən olan birisi kimi bəzi şeylərdə üst-üstə düşmürdü sözümüz. Misal mənə görə çox rahat görünən bir davranış bir ingilis üçün çox çətin bir davranış idi və sərhədlərin aşılması davranışı ola bilirdi. Belə bir şeylərlə üzləşirdik təbii ki. Amma burada çox önəmli odur ki, o empowerment işçini, yəni məhsuldan daha çox önəmli o dediyim kimi interyerdən. Düzdür, orada funksionallıq çox önəmlidir ki, qonaq gəlir, yenə də gözəl bir rahat bir yerdə qalmaq istəyir. Amma işçini hazırlamaq və həmin o keyfiyyətli xidmət vermək çox önəmlidir. Burada o empowering the person, işçini empower etmək, gücləndirmək. Burada mənim ən əsas gördüyüm nə idi ki, işçiyə həmin o qonağa verəcəyi təcrübəni yaşatmaq. Yəni o özü hiss eləməlidir ki, mənə qarşı yəni özünə nə cür davranmağı istəyirsənsə, başqasına da o cür davran var. Misal var, qızıl qayda deyirlər, hər yerdə var. Mən çox diqqətimi yetirirdim ki, işçilərin back of the house deyə bir yer var. Front of the house qonaqlar görür, back of the house və əsas fabrik, zavod da ordadır da, əsas çətinlik ordadır. Bəzən oranı neglect eləyirlər. Bəzi kiçik brendlər ki, yox, daha çox yerimiz getsin, misal üçün qonaqlara, görünən yerlərə. Ancaq mənə görə, əgər işçinin baza ehtiyacları təmiz, gözəl, qəşəng qarşılanmırsa və yaxud da ki, işçi öz yeməyini yeyəndə həqiqətən o qonağa verdiyimiz xidmət şəklində təmiz, estetik, rahat deyilsə, o onu hiss etməyəcək və qarşı tərəfə də ötürə bilməyəcəkdir. Mən ona görə fokusumu çox yetirirdim ki, işçilərin yemək yeri geniş olsun, havalı olsun və bu İngiltərədə çox çətin idi. Çünki İngiltərədə yer puldur. Yəni çox kiçik bir yerlərə bəzən 4-5 nəfəri salırlar ki, bu sənin ofisindir və sən burada survive eləməlisən. Bəlkə də Azərbaycanda biraz daha rahatıq bu mövzuda. Yəni mənə görə o çox önəmlidir. İşçi özü back of the house çox önəmlidir. Back of the house experience təcrübəsi, evin arxasının təcrübəsi, evin önünün təcrübəsinin əsasını qoyur. Pre-openingdə də əsas fokus mənə görə o idi. Oranın keyfiyyətli olması, rahat olması, səliqəli olması və işçilərin özünü rahat hiss eləməsi. Adətən bu pre-opening prosesi, məsələn, həmin o işçilərin hazırlanma mərhələsi neçə müddət aparır? Bu dəyişir, brendə görə dəyişir və təbii ki, otelə görə dəyişir, masştabına, həcminə görə dəyişir. Olubdur ki, bizim təcrübədə 6 ay və yaxud da ki,
tam başdan götürsək, yəni ilkin işçi yığımından götürsək 2 ildən başlayır. Misal bir çox gözəl bir otel açılışı olasıdır. 2027-də artıq başlanılıbdır onun pre-opening işlərinə. İndidən artıq hazırlıqlar gedir. Lüks otel brendləri necə yetişir və onların əsas fərqi nədir digər otel brendlərdən? Lüks brendlər deyəndə, birinci lüks sözü əvvəllərki lüks anlamını indi biraz itiribdir. Yəni lüks brendlər bir vaxt var idi, daha çox görüntüyə fokuslanan brendlər idi və nə qədər bahalı interyerin olurdusa, o qədər sən daha gözəl və yaxud nə qədər lüks xidmət sahələri açırdınsa otelində, o qədər də lüks sayılırdı. Amma müasir indiki bu son 10-15 ilin trendindən danışmaq istəyərdim ki, bu da mənim tam belə təcrübəmə düşür. Lüks brendlərin formalaşması birincisi çox böyük əmək və vaxt tələb edir. Çox uzun bir vaxt. Və bunu müqayisə edəndə Azərbaycanda mən həmişə biz tələsirik axı ki, biz də lüks brend olaq, tez gələk o nəticəyə çıxaq. Mən çox vaxt müşahidə edirdim ki, baxırsan bir böyük bir brend adına, misal üçün Hilton Worldwide. Onun ilk culture, mədəniyyət formulası otel açılandan 20-30 il sonra ortaya çıxır. Və hər 10 il, 15 ildən bir təzələnir, yenilənir. 1990-lar, 2000 gəlir, artıq yəni uzun bir 60-70 il, hətta 100 il Hilton Worldwide 100 ili aşdı. Yəni bir təcrübənin sonunda bir culture kod yaranır və həmin o lüks brendi müəyyən edən bir standart kodu yaranır. Yəni bu tez baş vermir. Birincisi vaxt lazımdır buna. İkincisi sadiqlik lazımdır. Sadiqlik çox önəmlidir. Qonağına sadiq olmaq. Yəni qonağına sadiq olmaq və qonağının sadiqliyinə hörmət eləmək. Loyalty. It's very important. Yəni biz misal üçün də biz bir qonaq olaraq hər hansı bir otelə gedəndə, əgər bir işçi və yaxud bir nəfər qabağımıza çıxıb bizə "Salam Sara xanım, həmişəki kimi amerikanonuzu pəncərə önündə istəyərsinizmi?" deməyi nə cür olar və yaxud da ki, "Salam, yəni neçə dəfə getmişik, amma yenə də ki, salam, buyurun. Necə kömək edə bilərəm?" Tam başqa bir hiss verir, deyilmi? Və mənə görə lüks brendləri formalaşdıran həm də budur, loyalty. Qonaqlarımızı tanımaq, qonaqlarımızı müşahidə etmək və qonaqlarımızın sadiqliyinə hörmət etmək. Sən bayaq çox önəmli bir məsələyə toxundun, sadiqlik məsələsi. Bu sadiqliklə bağlı sən bəzi məqamları vurğuladın, hansı ki, bu unudulmaz bir təcrübə yaşatmaqdır ki, mən səni bir brend olaraq xatırlayıram. Sən mənim üçün statistik bir rəqəm deyilsən, qonaq sayı olaraq sən bir individual bir qonaqsan. Mən sənin istəklərini nəzərə alıram və ona görə də mən davamlı şəkildə bunu sənə xatırlatmağa çalışıram. Bunu otellər, indi sən eyni zamanda həm qlobal, həm yerli otellərdə çalışan bir ekspert olaraq nə düşünürsən? Buna nail olmaq üçün qonağa verilən təcrübədə hansı sistemlərdən istifadə olunur? Bəlkə də xüsusi CRM sistemləri var və yaxud da digər sistemləri var ki, işçilər, əməkdaşlar buna nail ola bilsinlər. Bəli, burada həm texnologiyanın rolu var, həm də insan faktorunun rolu var. Təbii ki, o qədər informasiyanı qəbul etmək, birinci qəbul edən insandır. Yəni məlumatı qəbul edib sistemə, o texnologiyaya ötürən, sistemə ötürən bir insandır. Çox önəmlidir ki, o insanların o məlumatları gətirməsi, vaxtında gətirməsi və sistemə yüklənməsi və sistemin də həqiqətən yetərli olması ki, necə deyim, o keyfiyyətli olması ki, o bazanı qoruyub saxlaması və vaxtında reminderlar verməsi. Və ikinci əsas həmin o kommunikasiya çox önəmlidir burada, ünsiyyət. İnformasiya gəlir sistemə və sistemdən gələn informasiya yenidən qayıdır qonağa, deyilmi? Və bu çox önəmlidir ki,
biz işçiləri otel sferasında əsas loyalty-ni, həmin o sadiqliyi yaratmaq üçün onlara çox vurğulayırıq ki, qonağı müşahidə et, qonağı sez, gör, misal bəlkə çayını sağ yox sol əllə içir. Sistem standartlarda deyilir ki, çaşkanı üzü sağa qoy. Amma bəlkə o solaxa idi, deyilmi? Sola qoymaq lazım. Bu özü bir informasiyadır. Bu informasiya gəlir sistemə oturur və yaxud da ki, qonağın şəkəri var. Müxtəlif informasiya ola bilər, konfidensial informasiya ola bilər, bu barədə danışarıq. Gəlir sistemə və sistemdən çıxanda da onu doğru şəkildə yenə də sərhədləri pozmadan o qonağa onu geri qaytarmaq çox önəmlidir. Və Gülnar, sən çox önəmli bir məsələyə toxundun, qonaqların konfidensiallıq məsələsi. Azərbaycanda bir çox otellərdə bu böyük bir boşluqdur. Nə düşünürsən, nə dəyişilməlidir ki, otellər qonaqların konfidensial məlumatlarına hörmətlə yanaşsınlar? Bu çox yaralı bir yerimizdir, həqiqətən. Birincisi, bu ondan gəlir ki, biz bir fərd olaraq özümüzün hansı informasiya mənim konfidensial informasiyamdır, hansı mənim deyil, bunu bilmirik. Və bunu mən İngiltərədə yaşayanda fərqinə vardım, şəxsən özümdə. Mən İngiltərədə bir təcrübə yaşamışdım ki, mənə sual verdi ki, bir nəfər sənin hansı xəstəliyin var? Xəstəliklə bağlı bir şey idi. Və mən ağzımı açıb demək istəyəndə mənim yanımdakı dedi ki, niyə deyirsən, o sənin məxfi məlumatındır. Bu həmin anda mən doğrudan da şok olmuşdum ki, həqiqətən mənim məxfi məlumatım nədir? Və Azərbaycanda biz bundan çox rahatıq. Hamının sözünü danışır, hamı haqqında hər şeyi bilmək istəyir və hamıya və insanlara daha maraqlıdır həmin o məxfi olmalı məlumatlar. Təbii ki, bu yenə də genetik yaddaş məsələsinə gələndə canımızda hopur. Qonağa da gələndə yenə başlayırıq bilməməyə. Çox insan bilmədən qonağın məxfi məlumatını açığa çıxara bilir. Və bu barədə çox təlimlər keçmək lazımdır insanlara. Çox təlimlər. Adi şəxsiyyət vəsiqəm. İnsanlar elə bilir ki, şəxsiyyət vəsiqəsi məxfi məlumat deyil. Açıq bir kartdır, yəni istədiyim yerə verə bilərəm. Xeyr, o sənin şəxsi məlumatındır. Orada sənin çox məlumatın yerləşir həmin o kart içərisində. Burada dediyim kimi çox rol oynayırdı təlimlər. Çox rol oynayırdı. Çünki həqiqətən insanlar bilmirdilər. Və biraz da həqiqətən rol oynayır bizim şəxsi fərdi keyfiyyətlər. Bəzən həqiqətən elə bir insanlarla rastlaşırsan ki, intriqa xoşlayandılar və yaxud da ki, o gizli məlumatlar. Onu artıq buraxırsan fərdin deyim, öz vicdanına və təbii ki, bunun da öz prosedurları var. Nə qədər çox yəni müşahidə edirsən işçini də ki, yox. Deməli, qonaqpərvərliyə uyğun işçi deyil, ola bilir. Və konfidensiallıq haqqında bir şey də demək istəyirəm. Çox maraqlı bir hadisə baş vermişdi, xaricdə olmuşdu bu. Instagram səhifəsində bir ailə elan verir ki, mən səyahətə gedirəm. Biletlər, filan, hər şey açıq şəkildə. Və həmin o ailənin evi oğurluq baş verir də, robbery. Və insurance sığorta şirkətinə şikayət edəndə həmin ailə sığorta şirkəti çox haqlı şəkildə qəbul eləmir. Düzdür, orada başqa məqamlar da var, amma mənim əsas məsələm odur ki, məxfilik. Yəni sən özün açıq elan verirsən Instagramda və yaxud hər hansı bir sosial mediada ki, mən evimdə olmayacağam, mən bu qədər müddətlik gedirəm, please, you know. Yəni bütün datalar da açıqdır. Yəni açıqdır. Bu o deməkdir ki, yəni orada bir məqamda sığorta xidməti haqlı idi ki, həqiqətən sən öz məxfi məlumatını bir zəhmət qoru. Hə, həqiqətən o aşılsa mən səni cover eləyərəm. Və Azərbaycanda da həmin bu məsələlər o qədər bilinmir. Və yaxud da ki, o qədər rahatdır insanlar bu məlumat baxımından. Sən nə qədər maaş alırsan, sən harda işləyirsən, sən evlisən, sən subaysan, çox rahatdılar və təbii ki, bu yansıyır qonaqpərvərlik sferasında qonaqlarımıza. Yəni qonağa bəzən olur ki, həqiqətən çox saflıqla gedib elə bir sual verir ki, işçi və yaxud hər hansı bir qonağın məlumatını başqa yerə verir.
o çox skandala gəlib çıxarır və brendin reputasiyasına zərər gətirib çıxara bilər. Və burada çox önəmli bir məqam eyni zamanda nə ilə bağlıdır? Səninlə bunu çox istərdim müzakirə etmək. Xarici ekspatlar bizim komandalarımızı idarə edərkən mənim yadımdadır, mən özüm intern olaraq başlamışdım öz karyerama hospitality, qonaqpərvərlik sektorunda və mən nəyi müşahidə etmişdim? Xaricdən ekspatlar dəvət olunur və onlar istədiyi kimi bizim insanlarla davranırlar və heç kim onlara heç nə demir. Nə düşünürsən? Nəyə görə biz onlara müqavimət göstərməkdə çətinlik çəkirik? Çox həssas bir mövzudur. Mən özüm bir ekspat yoldaşı olmuşam, yəni bunu birbaşa yaşamışam. Birincisi, ekspatlar bizə lazımdır. Lazımdır, bir vaxtlarda çox lazım idi. Çünki yeni bir struktur quranda, yeni bir həm də ki beynəlxalq bir struktur quranda, necə ki otel sferasındakı kimi, xarici ekspatların bura gəlməsi və öz təcrübələrini gətirməsi bizə çox lazım və çox dəyərli idi. İndi də dəyərlidir. Ancaq burada mənim işim learning and development, yəni və talent development. Mənim işim həmişə ortada olan bir iş idi. Yəni ekspat, yerli, tam arada baş verən, aradakı o dinamikanı görən bir işim var mənim. Ekspatların və yerli işçilərin arasındakı mid management qrupu var. Onların rolu çox önəmlidir. Çünki ekspat da yerli mədəniyyəti tam bilməyə bilər və yerli mədəniyyətdən olan böyük işçi qrupu da ekspatın mədəniyyətini bilməyə bilər. It's okay, normaldır. Vaxt lazımdır bunlar qaynayıb qarışsın. Bir də Azərbaycan kimi sərhədləri uzun illər qapalı olmuş bir ölkədə bu xüsusilə normal idi. Burada əsas yaralayır mid managementdir, ortadakılar. Yəni bəzən bizdə olurdu ki, üzləşdiyimiz həmin o mid management qorxudanmı deyim, yəni sonra karyerasını tez inkişaf etməkdənmi deyim, hər hansı bir özünə məxsus bir o insecurity, bir qorxusundan arada olmağı, yəni kiminsə üstünə atmaq lazımdır bir məsuliyyəti. Ona görə bəzən o top managementdə olan ekspatlar həqiqətən sərhədlərini aşırdılar. Bəziləri, hamısına deyə bilmərik bunu. Olurdu bu cür vəziyyətlər ki, baxırdın ki, həmin o insanın istifadə etdiyi sözlər misal üçün və yaxud da ki, davranışı heç də yerli işçilər üçün uyğun və yaxud normal qəbul olunmur. Və bu cür məsələlər vaxt keçdikcə düzəlibdir, xeyli düzəlibdir. Birincisi, özgüvən yaranıbdır bizim işçilərdə, yerli ekspertlərdə özgüvən yaranıbdır. Artıq görürük, baxırıq, müşahidə edirik, öyrənirik. Bu mədəniyyət artıq yaranıbdır, amma bir vaxtlar çox çətin idi. Mən özüm ekspat altında işləmişəm, uzun müddət işləmişəm və təzyiqi çox hiss eləmişəm ki, yəni yerini bil, hələ öyrənəcəyin çox şey var. Amma burada bir də nəyi demək istəyirdim? Qonaqpərvərlik ümumiyyətlə evimizdə olan qonaqpərvərliklə oteldəki çox dəyişir. Otel deyəndə ümumiyyətlə hospitality industry-də orada hər şey ola bilər. Dəyişir. Niyə? Evimizin içindəki qonaqpərvərlikdə günün sonunda maraq yoxdur. Amma orada günün sonunda maraq var, pul var və pul manipulyasiyadır. Pul ən böyük manipulyasiyadır. Və işçi, qonaq və idarəçi arasında o manipulyasiya həmişə fırlanır. O manipulyasiyadan o zaman rahat qopur ki insan və rahat özünün güvəni olanda. Öz güvəni də Azərbaycanda bizim reallıqda özün də bəlkə də rastlaşmırsan, çox çətindir insanlara fərdi özgüvənlərini aşılamaq. Bunun da tarixi səbəbləri var, bunun da tarixi kökləri var, bunun da öz yeri var. Amma həmin o özgüvən olmayanda manipulyasiya da tez olur. Onda ekspat da istədiyi kimi manipulyasiya eləyir. Heç ekspat olmasın, yerli menecment ola bilər. Və yaxud da ki, qonaq özü də böyük bir manipulyatordur bu işdə.
Ümumiyyətlə nə düşünürsən, qonaqpərvərlikdə qonaq hər zaman haqlıdırmı? Bundan razı deyiləm. Heç razı deyiləm. Yəni bir vaxtlar bu sözü çox istifadə etmişəm. Yəni etiraf edirəm. Amma sonra başa düşdüm ki, yox, bu belə deyil. Və bunu yəni burada qonaq həmişə razıdır. Odur ki, mən pul verirəm, istədiyimi eləməlisən mənim üçün. Xeyr. Bu bəlkə də bunu mən lüks brendlərə yəni edə bilmərəm, nə deyirlər? Aid edə bilmərəm. Çünki lüks brendlərə işləyən işçilər də başqa bir işçilərdir. Yəni orada ümumiyyətlə qonaqpərvərlik sferasında və əgər brendləşmiş bir lüks bir xidmət verən işçilərdirsə, onların da haqqları var. Və qarşı tərəfə orada gələn qonaqların da öz sərhədləri içərisində haqqları var, düzdür. Olubdu təcrübədə, mənim öz birbaşa təcrübəmdə qonaq sərhədləri aşıbdı və haqsız yerə aşıbdı. Çox haqsız yerə aşıbdı. Orada da qonağa bildirirsən ki, yəni filan prosedurlara görə siz bunu etməməliydiniz və yaxud etməyiniz doğru deyildi. Yəni ona görə hər zaman haqlı olmur. Çox zaman bəlkə də haqlıdır, amma hər zaman haqlı olmur. Vardır təcrübələr. Ümumiyyətlə son zamanlar ən trend olan mövzulardan biri halal otellərlə bağlıdır. Nə düşünürsən bununla bağlı? Ümumiyyətlə onların rolu nədən ibarətdir? Halal otel bu mövzu o qədər həssasdır, çox həssasdır. Yəni mənə görə burada fərdi yanaşma var, bir də kollektiv yanaşma var. Fərdi baxanda halallıq tək yemək deyil, çox şeyə aid olunur. İstifadə etdiyin sözlərə, eşitdiyin sözlərə, baxdığın necə deyim, yerlərə filan, hər şeyə, ümumiyyətlə bir insan kimi. Halal sözü mənə görə odur ki, insan kimi öz sərhədlərin içərisində insan kimi davranırsan və qarşı tərəfin sərhədlərinə hörmət edirsən. Və əgər ümumiyyətlə bu qorunursa, həmin bu mədəniyyət ki, özünə necə davranmağını istəyirsənsə, başqasına da o cür davran. Əgər bu mədəniyyət yaşayırsa, əgər bu hörmət, bu sərhədlər yaşayırsa otelin korporativ mədəniyyətində, mənə görə o artıq halal oteldir. Yəni ora gələn insan artıq tam əminliklə, güvənlə gəlir və orada deyə bilər ki, mən glutensiz yeyirəm və glutensiz də onun üçün tam təmiz, saf şəkildə hazırlanır. Mən halal yeyirəm, tam təmiz şəkildə hazırlanır və yaxud başqa o qədər yəni növləri var. Amma bu indi sən vurğuladığın o indiki trend var, halal trendi. Misal mən bu yaxınlarda bir oteldə idim, xaricdə və mən səhər yeməyində ətlərdən soruşdum ki, mən bu halaldırmı? Dedi ki, biz halal otelik. Biz halal otelik dedi. Qonaq, işçi və mən təbii ki, bir otel sferasının o fabrikində çalışmış biri kimi mənə görə o söz ancaq o yeməyə aid idi. Yəni o yeməyə aid idi də. Bilmirəm, bu o qədər həssas mövzudur ki, sırf mənə görə dediyim kimi korporativ mədəniyyət əgər həm qonağına, həm işçisinə hörmət edirsə, həm qonağın, həm işçisinə şərait yaradırsa və həm qonağın, həm işçisinin sərhədlərini qorursa, elə bu halal oteldir. Nə gözəl yanaşmadır. Çox təşəkkür edirəm bu yanaşmanı bölüşdüyün üçün. Çünki mən düşünürəm ki, halallıq eyni zamanda insanın və brendin özü ilə dürüst olmasıdır ki, o sərhədlərin aşmamasını da qonaqlar üçün də təşkil edə bilsin. Və eyni zamanda məni maraqlandıran əsas məqamlardan da biri nədir? Qonaq üçün təşkil olunan həmin o təcrübə var. Onu maksimum unudulmaz etmək üçün nə düşünürsən? İşçilər, komanda əsas 3 hansı elementə fikir verməlidirlər ki, bu təcrübə onlar üçün unudulmaz olsun? Çox maraqlıdır. Bu mövzu, bu sual həmişə Learning and Development, təlim və inkişafın əsas yerlərini təşkil edir həqiqətən. Qonağa unudulmaz təcrübə yaşamaq üçün mən nə edə bilərəm? Mən bu sualı həmişə işçilərə verəndə bir özlərinə deyirdim ki, sən nə edə bilərsən? Çox maraqlı cavablar gəlirdi, amma ümumiləşdirib bir şey çıxartmağı olsa, birincisi qonağı müşahidə etmək.
observation, qonağı müşahidə etmək. Qonaq nə edir? Uşaqlıdır, uşaqsızdır, nə cür yeyir, harda oturur? Yəni sərhədləri qoruyaraq təbii ki, müşahidə etmək çox önəmlidir. Qonağını tanımaq və kommunikasiya, ünsiyyət. Ünsiyyət çox açar bir rol oynayır. Çünki sən qonağını tanıyarsan, qonağını həqiqətən yaxşı bilərsən, amma ünsiyyəti vaxtında qurmasan, həmin o exceptional, gözləntini aşan təcrübəni yaşada bilmirsən. Kiçik bir təcrübəni deyim. Misal, ofisiant stolun yanından keçəndə və ya stolu təmizləyəndə eşidir ki, stol içərisində kiminsə ad günü var, əyləşən, stol ətrafında əyləşən. Və burada məlumat var, tanıdım, filan kəs oturub və filan kəsin ad günüdür. Bu məlumatı kommunikasiya etməliyəm, hara? Menecerə və yaxud da ki, mətbəxə. Mətbəx onu hazırlamalıdır və o qonağa bir kiçik bir sürpriz olunmalıdır. Və bu orada oturan qonaq üçün nədir? Gözləntini aşan bir təcrübədir, bir yaddaşdır. Ona görə o qədər önəmlidir ki, həmin o müşahidə, gözü açıqlıq və kommunikasiya. Sonunda həqiqətən gözəl şeylər baş verir. Və həmin o insanları, hansı ki bu qonaqları müşahidə edə bilən, onlara həqiqətən də bu unudulmaz təcrübəni yaşatmaq istəyən, hansı ki bu daxildən gəlir bu istək və eyni zamanda o ünsiyyət bacarıqları üzərində daim işləyən insanları seçərkən nə düşünürsən, insan resursları nəyə fikir verməlidirlər kadr seçimində? Çox önəmli bir mövzudur bu. Çünki hər şey başlayır həmin o görüşdən, həqiqətən. Və mən özüm çox bunda çətinlik çəkmişəm. İllər boyu evolve olubdu bu proses, intervyu prosesi. Birincisi, elə həm ekspat məsələsinə də bağlayacağam bu söhbəti. Mənim öz ilk intervyum yadımdadır. Mən tam fərqli backgrounddan gəlirdim. Universitetdən baş laborant. Yəni ATEL sferasından heç bir, hətta mən apply eləyəndə, müraciət edəndə elə bilmişdim həmin ATEL xaricdədir. Sonra bildim ki, Azərbaycanda açılır. Yəni 15 il öncənin söhbətidir. Və həmin insan resursları məndə görmüşdü o qabiliyyəti. Yəni heç bir kağız, CV və yaxud da ki təcrübə göstərmirdi ki, bu insan otel sferasında uğurlu ola bilər. Sadəcə həmin o intervyu edən insanın özünün səriştəsi idi ki, mənim içərimdə o bacarığı, o skilli, o bacarığı yox, nə cür deyilir, o istedadı görmüşdü ki, o onu başa düşmüşdü ki, bu qadına yetərli bacarıqları öyrətsək, versək əlinə alətləri, o öz istedadı ilə uğur qazanacaqdı. Ki, həqiqətən, yəni məni 15 il saxlaya bildilərsə bu sferada, demək o ilk o qadın məndə onu görmüşdü. Amma illər keçdi, çox fərqli təcrübələr yaşadıq, təbii ki. Və mən həmişə o mənim ürəyimdə qalıbdı ki, nə idi o? Və indi müasir o qədər araşdırmalar var ki, bu barədə. Niyə bəzi intervyular nəticə yaxşı verir, bəzi intervyular yaxşı vermir? Mənim üçün çox önəmlidir iki məqam intervyuda. Əsasən də HR-ların otel sferasına insan götürərkən. Birincisi, davranış fokuslu suallar verməsi. Yəni, harda oxumusan, nə etməsən, neçə sertifikatla, bunlar çox mənasız, boş suallardır. Ən çox da sevmirəm, yəni CV-də olan sualları birbaşa təzədən vermək. Bəlkə də danışdırmaq istəyirlər, nə bilim, bəlkə də hər kəsin fərqli səbəbi ola bilər. Amma mənə çox maraqlıdır davranış əsaslı suallar. Misal, filan təcrübən olubdu, filan bir vəziyyət olubdumu və filan vəziyyətdə nə cür davranmısan və yaxud da ki, filan bir vəziyyət olsa nə cür davranardın, oradan da məlumat götürmək olur. Və insan resurslarında işləyən insanın özünün səriştəsi və hissiyatı çox önəmlidir. Qarşı tərəfə rahatlığı vermək ki, o insandakı o istedadı görə bilsin. Bəzən olur ki, tez nəticəyə gəlirlər, nə bilim, həyəcanlıdır və yaxud da ki, əlli tərlidir və yaxud da ki, nə bilim, danışanda özünü yaxşı ifadə edə bilmir, amma bunlar göstərici deyil. Ona görə bir insan resursu o filtrdən əgər keçirirsə, hiss edirsə, bu insanda potensial var, amma onun background və yaxud CV-si bunu
dəstəkləmir, mütləq məncə göndərməlidir ikinci bir insanla görüşməyə. Və birəbir görüşlərin mən tərəfdarıyam. Mən heç xoşlamıram bir neçə nəfər oturur, bir nəfər intervyu eləyir. Bu mənə görə həqiqətən mən özüm belə qorxaram həmin vəziyyətlərdə. Yəni mən bura nə üçün gəlmişəm? Məncə birəbir olmalıdır intervyu, çox səmimi olmalıdır. Sonra həmin insan haqqında öncədən yetərincə məlumatlı olmasan, heç olmasa CV-nin məlumatını bilməlisən. Və otelin özü üçün də işə götürmə çox çətindir. Çox çətindir, çünki nə deyirlər ona, işçinin giriş çıxış turnover, hə, Azərbaycanca elə həmişə turnover eşitmişik. Dövriyyə. Ola bilər işçi dövriyyəsi çox böyük olur otellərdə. Bəzi otellər var ki, həqiqətən çox yaxşıdır. 8-10% arasıdır, amma bəzi otellər var ki, həqiqətən 40%-ə qədər qalxa bilər. Yəni insan resurslarının rolu orada çox önəmlidir ki, hissiyat yəni onu bacarıqdır da, bir bacarıqdır ki, qarşı tərəfi həqiqətən hiss edə biləsən ki, o insan bizdə uğurlu ola bilərmi? Çox maraqlı bir məqama toxunmusan, bu intervyu məsələsi ilə bağlı, işə götürmə məsələsi ilə bağlı. Mən kiçik bir təcrübəni bölüşmək istəyərdim. Mən özüm Turizm Universitetində təhsil almışam, qonaqpərvərliyi üzrə və bizdə universitetdə Avstriyanın Krems Universiteti ilə bir ikili diplom proqramı var idi və onlara bilmirəm kim hansı mesajlar ötürürdü. Onlarda xüsusi bir özgüvən var idi ki, onlar 2 diplomu əldə edilərsə, biri Avropa diplomu, onlar avtomatik şəkildə otellərdə menecer kimi çalışacaqlar. Universiteti bitirəndən sonra. Amma biz onları reallıqla üzləşdirəndə, yəni müəllimlər və s. onları deyəndə ki, yox, siz aşağıdan başlamalısınız ki, siz bu sistemi öyrənəsiniz. Onlar dedilər ki, mən 2 diplomu almışam ki, gedib aşağıdan ofisiant kimi çalışım. Nə düşünürsən? İndi bizdə hələ də bu düşüncə tərzi qüvvədədirmi və əgər qüvvədədirsə, bunun əsas səbəbləri nə ilə bağlı ola bilər? Düzdür. Bununla çox rastlaşmışıq həqiqətən. Hansısa bir diplom sahibi olmaq və yaxud hansısa bir universitetdən gəlmək sanki birbaşa səni filtr eləyir. Bəzən ola bilər. Bəzi departamentlər var ki, o işlərdə bəlkə də işə yarayar. Demirəm ki, bu hamıya aiddir. Amma ümumi götürsək, otel sferası, ümumiyyətlə qonaqpərvərlik sferası o qədər dinamik bir yerdir ki, orada sən misal spa mərkəzinə işçi götürmüsənsə, sən orada tək spa işçisi deyilsən. Sən orada həm təmizlikçisən, həm HR-san, həm satış mütəxəssisisən, həm yeri gələndə qida və içki ilə məşğul olursan. Yəni otel sferasında həqiqətən hər şeydən məlumatın olmalıdır. Və mən çox müşahidə etmişəm, çox görmüşəm, şahid olmuşam. O uğurlu menecerlər var ki, uğurlu həqiqətən generalni menecer vəzifəsinə, baş menecer vəzifəsinə gəlib çatıblar. Çoxsu başlayıb aşağı vəzifələrdən. Və onlar sanki artıq hiss edirlər, bilirlər ki, misal dormendən tutmuş direktor vəzifəsinə gələnəcən hansı yerlərdən keçirsən və ümumiyyətlə işin vəziyyəti, işin ağırlığı nədir? O insanlara mən çox hörmət edirəm. Amma digər variantlar da var idi ki, mənim özü bir təcrübəmdə, mənim baş menecerim elə doğuşdan menecer idi, belə deyim. Həqiqətən universiteti bitirəndən sonra çox yaxşı, dediyim kimi, departamentdən çox asılıdır. Misal üçün, satış və marketinq departamentinə bəlkə də getmək olur, kiçik menecer vəzifəsindən. Və Azərbaycanda bunun başqa bir səbəbləri var, deyərdim. Burada biraz ego ortaya gəlir və sanki mən gedib kiməsə qapı açacağam, mən bu qədər diplom oxumuşam və yaxud mən gedib kimisə qabağına yemək qoyacağam. Bu artıq yenə də fərdin o keyfiyyət ki, onu heç bir treninq, heç bir təlim dəyişə bilməz. O fərdi keyfiyyətdir ki, biz nə qədər alçaq könüllü deyil də, o bir qəşəng bir söz var ki, mən hazıram xidmət etməyə. Çünki mən gəlirəm xidmət sferasında işləməyə. Burada baş menecer də olsam, dormen də olsam, hər kəsin öz yeri var.
Yəni bir super bir çox bacarıqlı bir baş menecer olar oteldə, amma bir dənə özünü apara bilməyən dormen ola bilər. Bütün brendin reputasiyası düşər. Ona görə hər bir rolun çox böyük önəmi var. Hətta mən həmişə işçilərə deyirdim ki, özünüzü o underestimate etməyin. Yəni məni şəxsən qonaq görmür. Mən rahatam, qonaq məni görmür. Ən çətin işi siz görürsünüz. O ofisiantlar, o qapı açanlar, o ilkin olaraq qonaqla ünsiyyətə girənlər. O qonaqlar bura pulu mənə görə gətirib vermirlər. Sizə görə gətirirlər. Bu empower önəmlidir. Bir də otellərlə bağlı bu tabu məsələsidir ki, oteldə işləmək və yaxud xidmət sahəsində işləmək alçaqlıqdır falandır, kiməsə xidmət etmək. O səbəblərdən də ola bilər ki, bəzən bəzi böyümə tərzinə görə və yaxud hər hansı bir universitetdən gələn tələbələr düşünürlər ki, yox, misal mən bunu edə bilmərəm. Ümumiyyətlə sən yüzlərlə əməkdaşı idarə edən bir lider olaraq indiyənə kimi təcrübəndə yaşadığın ən böyük çətinliklər nə olub? Ən böyük çətinliklər, əslində mənim çətinliklərim aşağı deməyim də belə, yəni kütlə işçisi ilə, birbaşa qonaqla üzləşən işçilərlə deyil də, daha çox menecmentlə, top menecmentlə olubdu. Çünki mənim işim dediyim kimi orta bir işdir. Mən kommunikasiya edənəm. Mən korporativ mədəniyyəti sadələşdirib, lokallaşdırıb insanlara əsas işçilərə ötürürəm və işçilərdən gələn o məlumatları da strukturlaşdırıram ki, hansı talantdır, hansı istedaddır, hansını daha da top menecmentə qədər irəliləmək olar. Ona görə çox bir həssas bir yerdə olurdum mən həmişə. İki tərəfdən də məlumatlar gəlir sənə. Və iki tərəfdən də məlumatlar gəlir, təbii ki, bəzən olur ki, o crash, toqquşma baş verir. Və mənim özümün təcrübəmdə olmuşdur ki, mən bəzi məlumatları və yaxud bəzi bildiyim məlumatları açanda ki, bu bir yaralı yerimizdir, gəlin buna baxaq. Təzyiq görmüşdüm. Təzyiq ki, yəni bu yaralı yeri görməmək lazımdır. Amma mənə görə o düzgün deyildi. Və çox həmin ən çətin vəziyyət o idi ki, həmin o yaralı yeri inandırmaq, top menecmentə inandırmaq ki, həqiqətən bu bizim yaralı yerimizdir və biz bura nəsə yatırım eləməliyik və yaxud da ki, nəsə diqqət yönəltməliyik buna. Belə, yəni ümumi təcrübələr olubdu. Ümumiyyətlə nə düşünürsən? Sən bu korporativ mədəniyyətin formalaşmasında bir rol oynayan bir ekspert olaraq nə düşünürsən? Toksik mühitin qarşısını necə almaq olar? Çünki toksik mühit olanda bu ümumi hər kəsə təsir edir və təbii ki, bu qədər manipulyasiyaların içində işçilərin mental sağlamlığı da çökməyə başlayır. Bunun qarşısını necə almaq olar? Toksik mühit çox maraqlıdır ki, çox brendlər, ümumiyyətlə çox şirkətlər, heç tək otel yox, başqa yerlərdə çox müraciət edirlər sırf o barədə ki, toksik mühitdə işləyirəm və yaxud toksik vəziyyətdir. Bunun kökündə nə durur? Mən ən birincisi işçinin baza ehtiyaclarının qarşılanmaması. Bəzən o görməməzlikdən gəlirik, çox adi görürük, çox sadə görürük, amma ancaq çox önəmi var. Yəni, çox sadə bir şey deyim. Grooming standartları. İşçi özünü rahat hiss edirmi o paltarında? İkincisi, işçinin yeməyi, keyfiyyətlidirmi, rahat, təmiz yerdə yeyirmi? Sonra işçinin öz baza ehtiyaclarını, VC-dir, sonra əyin dəyişmə otaqlarıdır, işçinin ümumiyyətlə o boş vaxtlarında, break saatlarında keçirəcəyi yerlər təmizdirmi? Bunlar birinci, ən baza ehtiyaclardır ki, qarşılanmalıdır. Çünki bu, necə deyim, o ac insanla və yaxud da ki, əlindəki paltara narahat insanla söhbət edəndə mütləq orada toksik bir şey yaranacaqdır. Yəni, bunu biz özümüzdən bilirik. Bu bir. Onun üstündə gəlir şəffaflıq və ünsiyyət. Mən ən çox həmişə vurğulayıram ki, kommunikasiya, ünsiyyət etmək və ünsiyyət üçün də təbii ki, o səmimi bir şəffaf bir mühit olmalıdır.
və insanları həvəsləndirmək ünsiyyətə. Yəni vaxt keçirmək işçilərlə oturub söhbət eləmək və belə ildə bir dəfə, 2 dəfə performans review kimi deyil, onlarla yemək yeyərək, onlarla nə bilim piknik eləyərək, ümumiyyətlə onlarla gündəlik söhbət edərək tanımaq. Biz deyirik qonağını tanı, qonağının sadiqliyini hörmət elə. Eyni də işçini tanı. Kimsə bəlkə bir gün işə gəlibdi, xəstə uşağını evdə qoyubdu. Kimsə menstruasiyalı işə gəlibdi. Kimsə ola bilər ki, orucludur, misal üçün. Fərqli o qədər situasiya ola bilər. Bəlkə kimsə yaxınını itiribdi. Və yaxud sadəcə yorğundur bu insan. Yəni bunlar da hamısı kommunikasiyadır. Sağlamlıq, o sağlam mühit, sağlamlıq sözü də necə üst-üstə düşür. Sağlam mühit odur ki, hər kəs olduğu kimi qəbul olunduğunu hiss edir və heç kim də qınanılmır həmin o dəyərli masa arxasında. Nə düşünürsən, süni zəka otelçilik sahəsini necə dəyişdirər? Dəyişdirir də. Dəyişdirir. Həqiqətən mən bəzi otellərdə bəzi təcrübələrim olub ki, hələ ki mən o oxuduqlarımı hələ təcrübə etməmişəm, şok oluram bəzən. Çox işlər azalıbdı. Əsasən də misal üçün administrativ işlərə çox böyük təsir edir. Administrativ işləri artıq süni intellekt çox rahatlıqla və daha keyfiyyətli və daha necə deyirlər ona self-effective Dəqiq şəkildə həyata keçirir deyə. Misal bir zamanlar HR otağında bəlkə 9 nəfər otururdusa, indi 2 nəfərin oturmağı bəsdir. Və misal mənə elə gəlir ki, reception işləri, qeydiyyat artıq qonaq çox rahatlıqla evdən edə bilir bunu. Heç gəlir birbaşa otağına keçə bilir birbaşa. Yəni reception'ın orada rolu çox azalır və yaxud da bir vaxtlar orada 3 nəfər durmalı idisə 1 nəfər yetərlidir. Çox dəyişir, çox şey dəyişir. Ancaq süni intellekt administrativ işləri nə qədər də dəyişsə də insan kontaktını, insan ünsiyyətini yəni ümid edirəm dəyişməyəcəkdir. Çünki həqiqətən brend edən, xidməti yadda qalan edən bizim göz təmasımızdır və bu da çox önəmlidir. Ümumiyyətlə nə düşünürsən bizim təhsil müəssisələri haqqında? Səncə onlar güclü kadrlar yetişdirə bilirlərmi turizm və qonaqpərvərlik sahəsində? Bu əvvəllər çox çətin idi. Əsasən də peşə məktəblərindən deyəcəm. Çünki peşə məktəbləri birbaşa bizim üçün, qonaqpərvərlik sferası üçün peşəkarlar yetişdirirlər. Necə deyim, kuk, aşpaz, tutmuş ofisiant, bərbər, müxtəlif ofisiant dedim, yetişdirirlər. Və universitetdə, Gül kimi universitetimiz var, deyilmi? Turizm universitetimiz. Mənim müşahidəm həmişə o idi ki, məsələn biz çox üst tuturduq onlara ki, bizə kadr verin. Çünki düşünürdük ki, daha asandır onları adaptə etmək. Amma burada bir dənə qəp və yaxud da ki, çatışmamazlıq odur ki, həmin o peşəkarları yetişdirənlər özləri otel sferasından əlaqələri yoxdur. Ümumiyyətlə hospitality sferasından əlaqələri yoxdur. Daha çox belə mexaniki və barmaqarası baxılır çox vaxt ki, yəni əsasən də peşə məktəblərinin belə bir o vibe var ki, universitetə qəbul ola bilməyib, bir peşə versin, keçsin. Yox, peşə məktəbi kordur. Peşə məktəbi bu cəmiyyəti saxlayan ən vacib, necə deyim, qəssabından tutmuş medsestrasına kimi insanlar yetişdirir. Mənə elə gəlir universitetdən daha çox peşə məktəbindən çıxan insanlar cəmiyyətin o baza ehtiyaclarını qarşılayan insanlardılar. O necə ki İngiltərə Brexitdən sonra necə çökdü də birdən-birə. Çünki həmin o işçilər ölkədən getdi. Ağıllılar yox ki, sırf medsestralar getdi, necə deyim, qəssablar getdi misal üçün. Və həmin bizim peşə məktəbində təhsil alma yanaşması zəifdir. Yəni ki, mən peşə məktəbində təhsil alıramsa, mən heç kiməm.
yəni boşuna gəlib gedirəm. İkincisi də ki, orada təhsil verən müəllimlərin və yaxud da ki, mütəxəssislərin otel sferasından əlaqəsi çox zəifdir. Və biz bunun üçün çox işlər görmüşük. Həqiqətən indi çox daha yaxşıdır. Bakıda çox inkişaf edibdi. Çünki Bakıdakı peşə məktəbləri artıq o inteqrasiya gəlirlər, otellərdə təcrübə keçirlər və yaxud otellər. Mən özüm neçə dəfə peşə məktəbində gedib intervyular keçirmişəm və yaxud adi söhbətlər eləmişəm. Bunlar çox rol oynayır. Yəni lazımdır bizə peşə məktəbləri. Və çox ümid edirəm ki, Gülnar, həqiqətən də sən dediyin bu məqamlar tezliklə həll olunacaq. Çünki sən dediyin məqamlar o qədər vacibdir ki, biz zaten infrastruktur var, məkan var, insan resursları da var. Sadəcə həmin o təhsil kurikulumunda və yanaşmada nəsə dəyişilməlidir. Və Gülnar, mən sənə bir sual da vermək istəyirəm. Məsələn, mən bir investoram, mən otel açmaq istəyirəm. Və mən səninlə bir yerdə əməkdaşlıq etmək istəyirəm ki, bir oteli açım. Səncə mən nəyə fikir verməliyəm ki, həmin o otel maksimum dərəcədə dayanıqlı olsun, maksimum dərəcədə insanlara gözəl xidməti versin? İlk etaplarda ən çox nəyə diqqət yetirilməlidir? Sən bayaq qeyd etmişdin insanların empowerment, işçilərin empowerment-ı. Ondan əsasında ondan əlavə olaraq hansı məqamlara mən fikir verməliyəm? Lap başdan baxası olsaq, bir investor kimi tam tikintidən nəzərə almaq lazımdır işçilərin ərazisini. Bu çox bəlkə də belə sadə səslənsə də, amma var. Çox önəmli böyük otellər var Azərbaycanda. Çox böyük və 5 ulduz adı altında işləyən otellərimiz var ki, işçi zonası çox dardır, çox azdır. Və bu təbii ki, təsir edir ön tərəfə. Yəni mən təcrübəmə dayanıb bir investora onu birinci istəyərdim ki, qısmasın, işçi ərazisini qısmasın. İşçilərin rahatlığı onsuz da günün sonunda profiti gəliri olacaqdır. Ən birinci o. Çünki o çox önəmlidir. O sonra dəyişilə bilmir. O tikildi. Sonra ona heç bir müdaxilə eləmək olmur. İkincisi də ki, mədəniyyət, korporativ mədəniyyəti toxumlarını tökmək. Yəni həmin insanla oturub söhbət eləyərdim ki, sənin dəyərlərin nədir? Sən bu işi nə üçün görürsən? Sənin ümumiyyətlə qonaqların sənin brendindən nələr görsünlər? O dəyərləri müəyyənləşdirib həmin o dəyərlər üzərində learning and development proqramı qurmaq ki, insanlar gələndə artıq pərən-pərən yox, artıq ilkin olaraq yavaş-yavaş başlasınlar həmin o dəyərlər üzərində həm öyrənsinlər, həm də o təcrübəni yaşada bilsinlər. Eynən. Uğurlu bir biznes olsun. Günün sonunda hamı pul qazanmaq üçün gəlir. Və Gülnar, məni maraqlandıran məqamlardan da biri sustainability trendlərlə bağlıdır. Hansı ki, son dövrlərdə otellər müəyyən bir dayanıqlıq, yaşıl iqtisadiyyatdır. Bu kimi onlar proqramlara qoşulurlar. Səncə bunlar effektivdirmi və qonaqpərvərlik sahəsində sənin gördüyün ən uğurlu təcrübələr nə olub bu prinsiplərlə bağlı? Çox yaxşı bir sualdır bu. Həqiqətən elə bu yaxınlarda bunu özüm müşahidə edirdim, yaşayırdım. Bir təyyarədə səyahətdən gəlirdim və bir anlıq beynimdə hesaba aldım ki, hal-hazırda yeməklər yeyilir. O da bir hospitality'dir. Çünki yuxarıda göydə uça-uça da baş verir bu. Yəni o tək otel deyil hospitality. Və həmin o hospitality'nin yaratdığı böyük bir belə loru dildə desəm zibili gözümün qabağına gətirdim ki, burada hal-hazırda 120 nəfər var. Hərəsindən çıxan o plastiklər filan. Həqiqətən bir belə şey keçirdim ki, yəni olmazdımı ki, daha sustainable olsun. Və düşün, bu gündə uçuş edən bir təyyarədən hələ söhbət gedirdi. Hələ o masştabı ağlım almır. Və otellərin özünə də gələndə çox tullantı çıxır. Çox tullantı çıxır otellərdə və bu şampunundan tutmuş, sonra tərliyidir, qonağın, yemək tullantıları filan. O sustainable projelər, layihələr var, çoxdur. Ancaq bəzi yerlərdə infrastruktur o qədər zəifdir ki, onlar bir yerdə ilişib dayanıb qalır. Bizim Azərbaycanda
başlanılıbdı, düzdür. Hələ mən əvvəllər çox əziyyət çəkirdik. Ümumiyyətlə yox idi. Ha, bunu çıxart, lap çıxart öz şüşələrini. Kimə verəsən? Yox idi. İndi var, şüşədir, plastikdir falan gedir, emal olunur, nə yaxşı, nə gözəl. Amma bu yolda bizim Azərbaycanın gedəcəyimiz xeyli yol var qabaqda. Çünki infrastruktur hələ indi təzə-təzə qurulur. Xarici təcrübələrdən Balidə mən rastlaşmışdım, bir otel çox gözəl şəkildə, o qədər ideal şəkildə idarə edirdi öz tullantılarını. Mən şəxsən bəzən deyirlər ki, bir qonaq olaraq ona xoş deyil. Yox, mənə elə gəlir ki, elə ən bahalı və bahalı deyəndə ən lüks xidmət odur ki, sən orada həm zövq alırsan, həm də təbiətini korlamırsan da. Və o şampunların yerləşdirildiyi qablar, reusable, doldurulan qablar, yəni çox sadə bir şeylərdir əslində və yaxud da ki, heç bir şey plastik deyil. Uşaqların o çubuqlar, yəni hər şey baxırsan ki, ya kağızdır, ya taxtadır, ağacdır və yaxud da ki, minimal şəkildə. Bir də burada işçilərin də sustainable işçilərdən də çox şey asılıdır. İsraf. Yəni o şampunu dolduran işçi və yaxud da ki, o ərazini təmizləyən işçi nə qədər qayğısına qalır. Mən həmişə onu deyirəm ki, bizim evimizdə biz nə cür yanaşırıq, deyilmi? Evimizdə lazım olmayan yerdə işığı söndürərik və yaxud da lazım olmayan yerdə lazımdan artıq şampun istifadə etməliyik, deyilmi? Və çalışıb həmin o brendinə, işlədiyin yerə öz evin kimi baxmaq, oradan başlayır sustainability. Biraz bu COP filan da oldu. Çox ümid var. Çox ümid var ki, bu çox yaxşı bir yerlərə gəlib çıxacaqdır. Mən çox istəyirəm. Və biz həmişə mən fokus edirdim işçilərin korporativ eventlərini sırf sustainable etmək. Misal üçün dəniz təmizliyinə gedib orada da oturub sonra yemək yemək, sonra çeşidləməyə getmək, ümumiyyətlə görmək ki, bu nədir? Çox lazımlı bir şeydir. İnşallah gedirik. Ümumiyyətlə Gülnar, qonaqpərvərlik sayəsində bizim cəmiyyətimizdə hansı tabular da çox məşhurdur? Qonaqpərvərlik otel sferasına, bu tabu məsələsinə gələndə indi daha yaxşıdır, amma bir vaxtlar çox çətin idi. İndi də yenə bölgələrdə bundan çox üzləşirik və bu yaxınlarda da bir bölgədə böyük bir layihədə idim və həqiqətən çox çətinlik çəkirdilər orada işçi tapmaqda. Çünki belə bir tabu var otellər barədə ki, orada yaxşı insanlar işləmir. Əsasən də qadınlara gələndə yaxşı qadınlar orada işləmir və yaxşı qadın, pis qadın nədirsə artıq hər bölgənin özünün təyin etdiyi dəyərlərə görə və hətta intervyuya atası ilə gələn, ata özü qızı ilə və yaxud qadın öz yoldaşı ilə gəlir ki, yoldaşı görsün ki, həqiqətən bura yəni belə ayıb yer deyil işləmək üçün. O əvvəllər çox çətin idi. Həm də ki elə mən özümün də universitet təcrübəmdən çox birbaşa otelə keçməyim bir müddət şok yaşatdı ki, yəni necə ola bilər ki, bu qədər önəmli bir backgrounddan keçirsən, nə oteldə işləməyə? O tabu indiki Azərbaycanda, müasir Azərbaycanda, bəlkə də Bakıda artıq sözünü dedi. Brendlər ki, həqiqətən çox keyfiyyətli insanlar işləyir otel sferasında və o qədər önəmli bir təcrübədir ki, insanlara xidmət edirsən və xidmətdən zövq alırsan və bu otel binası içərisində bitmir. Çıxırsan çölə. Mən özüm zövq alıram poçta girəndə kiməsə qapı açmaqdan. Yəni həqiqətən və yaxud da ki, bir çox bikef bir kassirdir. Və mən onun üzünə baxıb gülümsüyürəm. Bu mənim otel sferamın mənə gətirdiyi təcrübədir ki, mən üzünə baxıb gülümsüyürəm, deyirəm ki, hər şey yaxşıdır. O mənə bir-iki kəlmə ilə onun keyfini açıram. Bunu mən həqiqətən oteldən gətirmişəm. Yəni həqiqətən keyfiyyətli insanlar çalışır otel sferasında. Bu çox gözəl bir təcrübədir. Ancaq bölgələrə hələ bu tam oturmuyubdu.
orada da iki tərəfli çətinlik var. Həm brendlərin çətinliyidir ki, yetərincə brand culture yarada bilmirlər. Çünki yetərincə yatırım edə bilmirlər. Daha çox gəlir fokusludular və yatırım edə bilmirlər deyə işçilərə var orada boşluqlar. Və bəzən olur ki, ingilis dilini bilirəmsə, niyə gedim oteldə işləyim, deyir işçi və bəzən də haqlıdır, gedir bankda işləyib bəlkə daha yüksək maaş ala bilər, amma oteldə, bölgə otelində çox az maaş alır. Və burada tips məsələsi də var. İşçilərin ona çox ayıb baxılırdı bir vaxtlar. İndi də hələ ayıb baxılan yerlər var. Amma bu çox normal bir şeydir. Bu bir təşəkkürdür və pul bir enerjidir. Yəni pulla mən əslində təşəkkür eləyirəm. Yəni burada heç bir başqa bir niyyət, başqa bir şey yoxdur. Onu da normallaşdırmaq lazımdır ki, tips çox normal bir təcrübədir. Mən tipslə bağlı çox maraqlı bir mənim müşahidəm olmuşdu. Mən özüm çalışarkən həmin 5 ulduzlu oteldə çalışırdım və orada mən nəyi müşahidə eləmişdim? 10 il qabaqdan gedir söhbət. İnsanlar tipslər üzrə bir-birini qırmağa çalışırdılar. Orada общий котел sistemi idi və orada hər şey etməyə hazır idilər ki, həmin o tipslər kiməsə daha çox düşsün. Və burada mənlə maraqlı bir paradoks yaşayır. Məsələn, bölgələrdə biraz fərqlidir yanaşma tipslərə qarşı. Çünki bəlkə də onlar düşünürlər ki, yetərli deyil onlar üçün və ya da özlərini buna yetərli hiss etmirlər. Amma Bakıda mənim işlədiyim sırf mühitdə mən tamamilə paradoksal ona bir zid yanaşma gördüm ki, əksinə. Yəni onlar hətta bəzən müşahidə edirdilər, elə bir qonaqları seçirdilər ki, öz fərziyyələrinə əsasən düşünürlər ki, bu qonaq onlara daha çox tips verə bilər və onlara yaxınlaşırdılar. Və bir məqamda var, indicə bu sual mənim ağlıma gəldi, Gülnar. TripAdvisor-da rəy qoymaqla bağlı bəzi işçilər xidmət göstərərkən, qonaqlara yanaşarkən xahiş edirlər ki, TripAdvisor-da mənim haqqımda bir rəy yaz. Nə düşünürsən bununla bağlı? O çox, yəni həqiqətən qiymət salır. Çox qiymət salır. Bəzən bu çox sadə görsənir, amma təcrübəli qonaq, təcrübəsiz qonaq üçün bəlkə də normal ola bilər, amma təcrübəli qonaq, yəni lüks xidmətin nə olduğunu, ümumiyyətlə fərdi xidmətin nə olduğunu bilən qonaq üçün bu çox ucuz bir hərəkətdir. Mən özüm o sözü deyənlərə heç vaxt qoymuram review, heç vaxt. Və bunu həmişə də bildirirəm işçiyə ki, yəni gərək yoxdur, sən həqiqətən öz işinlə bunu göstərmisən. Və o ucuz hərəkəti bəzən bilməməzlikdən edirlər. Ona görə bunu burada təlimin yeri var. Burada həqiqətən maarifləndirməyin yeri var ki, sən həqiqətən qonağına o doğru deyil də o individual, fərdi və gözləntin aşan xidməti göstərsən, o onsuz da onu bildirəcək. Bəzən arqument gətirirlər işçilər ki, qonaq heç bilmir TripAdvisor nədir. O da ola bilər, ondan da razıyam. Ancaq bu artıq marketinqin işidir. Bu başqa bir yerin, başqa bir necə deyim, biz qonağa onu tanıtmaq üçün orada deyilik. O qonaq biləcək, bilməyəcək, onu artıq bizim marketoloqlar onu nə qədər açırlarsa reklamları ondan asılıdır. O bizim işimiz deyil. Tips məsələsində də o bir-birini qırma məsələsində də bir şey deyim. Mən əslində burada iki tərəfli yanaşmam var. Общий котел məsələsinə o qədər də razı deyiləm. Çünki həqiqətən bəzi işçilər var ki, doğrudan da o qədər gözəl fərdi xidmət göstərirlər və çox yaxşı tipslər alırlar və общий котela gedir. Ancaq heç özünü tərpətməyən bir işçi ilə eyni şəkildə alır. Onun üçün də sistemlər var ki, həvəsləndirmə sistemləri fərqli olur otellərdə tətbiq olunur. Yəni mən onun tərəfdarıyam ki, hər kəs özünün əməyinə görə və özünün performansına görə dəyərini alsın və burada təbii ki, siniri aşmadan, yenə də öz o ucuzluğa qaçmadan, o keyfiyyəti qorumaq şərti ilə. Ümumiyyətlə bir qadın lider olaraq sən digər qadınlara hansı tövsiyələri verərdin? Mən birinci onu demək istəyirəm ki, uğurluluq da normaldır, uğursuzluq da normaldır. Yəni bir uğurlu qadın olan qadın o deməkdir ki, çox uğursuzluqlardan keçmiş qadındır.
Və heç bir onu məsləhət deyil də paylaşmaq istəyərdim bir digər qadınlarla ki, birincisi öz dəyərlərini bilsinlər. Çünki öz bacarıqlarına, öz biliklərinə, öz təcrübələrinə güvənsinlər. Öyrənməyə açıq olmağa çox çağırardım. Birinci özlərini həqiqətən öyrənməyə, özlərinin fərqində olmağa, ikincisi də ki, başqalarından öyrənməyə. Çünki biz tək olaraq bu cəmiyyətdə sağ qalmırıq. Biz cəmiyyət olaraq sağ qalırıq, birlikdəyik, bir icma olaraq və başqa qadınların uğruna sevinməyə. Başqa qadınların uğruna sevinməyə və həqiqətən sevinmək, o yaxşı aurada olmaq bizi də gətirir, bir yerlərə çıxarır. Amma o mesajı ötürmək istəmirəm ki, kimsə uğurludur, kimsə uğursuzdur. Çünki həqiqətən bunu birbaşa demək istəyirəm ki, uğursuzluq çox normal bir şeydir və uğursuzluğun həmişə arxasında uğur var, uğurun da arxasında bir uğursuzluq var. Nəyə görə qonaqpərvərliyə ehtiyac duyurlar? Aha, qəşəng sualdır. İnsanlar nəyə görə qonaqpərvərliyə ehtiyac duyurlar? Burada hisslərdən yəqin ki, çox önəmlidir burada. Biz özümüzü nə cür hiss edirik? Qonaqpərvər insanlar yanında özümüzü nə cür hiss edirik? Rahat, deyilmi? Bizi rahatçılıq, yəni bir insan olaraq bizim başqa insana ehtiyacımız var həmişə. Və o başqa insanın yanında da etdiyimiz hiss bizi rahatladır və bizim bir ehtiyacımızdır. Qonaqpərvərliyə ehtiyac da ondan yaranır ki, mən özümü rahat, özümü qayğısı çəkilən, özümü sevilən, qəbul olunan və diqqətdə hiss edirəm. Bu da çox normaldır, çox gözəldir. Hamımızın buna ehtiyacımız var və kimlərsə deyə bilər ki, bunu insan öz-özünə verməlidir. Öz-özünə verməlidir, amma biz birlikdə topluda yaşayan insanlarıq və yəqin ki, elə bu ehtiyacdan da doğur ki, bizim mütləq də kimsə də çıxır ki, bizə o qonaqpərvərliyi yaşatsın və bu yoluxucu, yaxşı mənada yoluxucu olaraq aramızda yayılır bir-birimizə. Biz bu həyatda qonağıq, yoxsa ev sahibi? Oh my god. İndi mən deyəcəm hər ikisi. Hər ikisi. Həm qonaq, həm ev sahibi. Yəni, bəzi vəziyyətlər olacaq ki, ev sahibi olacaq, bəzi vəziyyətlər odur ki, qonaq olacaq. Gülnar, inanılmaz dərəcədə zövq aldım bu söhbətdən. Mən özümdə çox şeyləri öyrəndim səndən və mən sənə çox təşəkkür edirəm bu cür maarifləndirici, bu cür dəyərli söhbətə görə. Sənin hər hansı bir əlavə paylaşdığın fikirlər olarmı? Çox təşəkkür edirəm, Sara. Həqiqətən mən də çox zövq aldım. Çox rahat bir söhbət idi. Əlavə deyəcəyim bir şey yoxdur. Yəni həqiqətən istəyirəm ki, bu qonaqpərvərlik, Azərbaycanın qonaqpərvərliyi bir etiket olsun, bir brend olsun. Azərbaycan qonaqpərvərliyi həqiqətən bütün dünyaya səs salsın. Çünki bu bizim canımızda, qanımızda var. Biraz da təlimə və inkişafa da diqqət versək, açıq versək, biz çox böyük işlər görərik. Çox təşəkkür edirəm, Gülnar. Mənim üçün həqiqətən də çox xoş idi səninlə bu diskussiyanı etmək. Dəyərli izləyicilər, dinlədiyiniz üçün çox təşəkkür edirəm sizə və əgər siz bu söhbəti faydalı hesab edirsinizsə, dəyərli hesab edirsinizsə, ətrafınızla bölüşməyi unutmayın, rəy bölüşməyi unutmayın. Biz sizin reaksiyalarınız əsasında biz bilirik ki, bu məzmun nə qədər sizin üçün dəyərlidir və biz növbəti buraxılışlarda bu kimi mövzulara toxuna bilərikmi ya yox. Və ümumiyyətlə faydalı, maarifləndirici bir məzmuna da dəstək özü bir qonaqpərvərlik mədəniyyətidir, bir unudulmaz bir təcrübədir. Çox təşəkkür edirəm, özünüzü qoruyun.